Hala diyorum, beni duymuyor musun? Selamun aleyküm değerli dostlar, değerli izleyiciler. İnşallah bu günler Binə qəsəbəsində sizlere çok güzel, mükemmel 110 kvadratlıq 3 sotun içinde 3 otaqlı tam təmirli həyət evimizin çəkilişinə gəlmişik ki, məncə bu fürsətdir, qaçırtmayın. Qiymət ekranda görürsünüz, 58 min Azərbaycan manatına, real alıcılara qiymətdə indirim də olunacaq. Qaz sayğacı, işıq sayğacı hamısı var. Məktəblə evin arası 20 metr. Asfalt yolla evin arası 20 metr. Dostlar, indi nə edirik? Daxil oluruq evimizin həyətinə və evimizin içini sizlərə göstərək. Kanalımızı siz nə etməlisiniz dostlar? Sultan Ofis ailəsi olaraq like atıp beğenmeyi unutmayın inşallah. Buyurun daxil olağın evimizin həyətinə. Gəlin inşallah. Dostlar, evimizin həyətini gördüğünüz kimi, bax deyərsiniz bu nədir? Allah, aldım bir dənə, çıxdı 2 dənə. Evimizin biri satılır, ikisi yox. Baba hasar var, aynı göstereceğim yakından. Koy bir bunlarla tanış olaq, axıra qədər onu da göstereceğim. Çöldə sanitar qovşağımız var, hamamımız var, evin içində də var. Evin içindəki təmirsizlik, onu təmir eləmək lazımdır, evin içindəkini. Amma evin içində var. İndi gəlin bura həyəti başa salım sizə. O ki 3 sotdur, bax bu ev 3 sotdur. Bu köhnədən tikilib, bu təzə tikilibdir. Burada bir dənə tema var, nə temadır? Baba, görürsünüz qonşarı. Babalar görürsünüz bu nə? Görünür. Bak düz buradan dedi buradan gidecek. O evin tenindən çəkiləcək. Bu Buradan evin. dedi. Bəli, bəli. Nəsə bilmirəm ya bu tenləndi qardaş, ya bu tenləndi, bilmirəm daha. Ev sahibi qırdadı indi özü deyə. Hasar gedəcək daha lobalop. Yəni elə bir hasar getdi, bağlandı və salam. Bu ilə ara məsəl yox dedi, axı buradan evin altına girməyə yerim zadım var mənim. Buradan gedəcək. Mən biləm buradan gedəcək. Buradan gedəcək. Evin böyründə, arxasında yeri də var bu evin. Gəlin bura dostlar, gəlin bura. Laf olmaz ortadan aparar da, nə dəxli var ki? Əsas orada adama 40 santim yer qalır, bəs eləyir. Evimizin bura balkon hissəsidir. Buraları artırıblar ki, gələcəyini artırmaqdan yana imkan olmayıb qalıb belənçənə. Yağış yağır, aşağıdan siz durun orada. Dəmir eşoqqalar var, şəxsi tikili evdir. Qoşa daşdan ibarətdir, beton kimi də simenti var. Dirəyə vursan girmir dostlar. Bax onu deyim biləsiniz. Çeti evimizin iç hissəsinə. Rəpə. Bax. Bu evə deyirlər nə? Cibabombes. Yetin. Cibabombes. Deməli evimizin qəşəng, geniş, iri koridoru var. Mükəmməl dərəcədə koridordur. Çox səliqəlidir. Rahat belə deyim. Daha bir nə qədər daha olur bura? 1, 2, yarım. 2 yarım koridorun enidir. Mətbəxə gəlin bura. Aha. Bura evimizin mətbəxi. Gördüyünüz kimi rahat belə deyim də 3 yarımı, 4 yarımı mətbəxdir. Qəşəng. Yəni səliqəli. Cibabombes. Bura sanitar qovşağı dostlar. Bax burada bir dənə əmiz yumağa yer. Burada geniş bir dənə böyük hamam olmalıydı. Buranın bir dənə təmiri qalır. Qalan hamısı normal qaydasındadır. Gəlin bura, zala gələk. Gəlin bura. Evimizin zalı. Səliqəli, geniş, iri, yəni böyük bir zal istəyənlər gəlsin, məncə bu ev əldən qaçmaz. Çünki bu qiymətə 58 minə şəxsi tikili belə bir variant tanımıram. Məktəbin yanı asfalt yolun qırağı. Gəlin bura. Evimizin böyük, iri yataq otağı. Görürsünüz dostlar, üstün tornikatı hamısı necə lazımdır, atmaları, tornikat hamısı var. Bir dənə bura lazımdır, alçıpan. Vəssalam. Gəlin bura. Burada apşıqqa vırıqlar, hazır yataq otağı. Gördüyünüz kimi dostlar, qəşəng, geniş, səliqəli, iri. Yataq otaqları da hazır. Real alıcılar, səhifədə əlaqə nömrələrimiz var. Əlaqə saxlasınlar, gəlsinlər. Beh də cibinizdə olsun ki, niyə? Çünki reallıqla danışanda behi verirsən, bir şey deyirsən qardaş, gücüm buna satır, mən bu qiyməti alıram. Bildiniz necə? Da mən yorulmuram, sən yorulmursan. Get gəl, anam gedir, bibim gəlir, xalam gedir, dayım gəlir, dayım gedir, nənəm gəlir, nənəm gedir, xalamın yoldaşı gəlir, o gedir, bu gəlir, bu gedir. Xahiş edirəm. Ya bir dəfəlik gəlin, ya da ki bir dənə gəl ailənlə, yoldaşınla, uşağınla ev alırsan. Denə qardaş, gəldik, baxdıq, bəyəndik, alaq. Ya herro ya merro. Söhbət ardı getdi. Allah xeyir versin değerli dostlarıma, değerli Sultan Ofis YouTube kanalımızın izləyicilərinə.